Salam dəyərli müəllimlər, hər vaxtınız xeyir olsun. Mən metodika üzrə təlimçi Elgün Əhmədov. Dəyərli müəllimlər, bilirəm ki, bir çoxunuzun bu tip üçlü testləri işləməkdə nöqsanlarınız var və əziyyət çəkirsiniz. Sizin ən çox probleminiz nədədir? Hansı istiqamətdə yanlış gedirsiniz? Bunları sizə izah edəcəm. Əslində bu tip testlərin işləməyin bir yolu var ki, o yolu sizə göstərəcəm. Gəlin keçək testlərimizə. Təbii ki, bu tip testlərin izahını görmək üçün videomuzu bəyənin, rəylərinizi əsirgəməyin və paylaşın müəllimlər. Ətrafınızla videoları paylaşın ki, digər müəllimlər də görüb yararlana bilsin. 7 nömrəli sualdan başlayır burada üçlü testlər. Bunları sizə bir-bir izah edəcəm hər birini. Birinci elə 7 nömrəli sualın özündən gəlin başlayaq. Baxın, bu tip suallarda təbii ki, imtahanda bilirsiniz ki, həmişə biz nə edirik? Ən yaxşı hansı hissəni biliriksə oradan başlayırıq, düzdür? Yenə də, baxın, üçlü testdə siz inteqrasiyanı mı daha yaxşı anlayırsınız? Biliyin növünü yoxsa fəaliyyətin növünü mü daha yaxşı anlayırsınız? Oradan çıxın yola ilk növbədə. Mən düşünürəm ki, fəaliyyətin növünü daha tez tapmaq mümkündür. Baxın, bu mənim öz fikrimdə ola bilər, siz bəlkə də başqa bir üsulla tapırsınız. Mənim yolum və müdavimlərimə öyrətdiyim üsul nədir? Birinci, fəaliyyətin növünə diqqət yetirin. Baxırıq ki, cümlədə fəaliyyət nə ilə bağlıdır? Ona uyğun da cavabımızı müəyyənləşdirir. Əslində bu test çox asandır. Digərlərində biraz daha qarışıq hissələr var. Burada deyir ki, müəllim şagirdlərə İstanbul mühafizəçiləri cizgi filminə baxmağı, obrazların müsbət xüsusiyyətlərini müəyyənləşdirmələrini istəyir. Daha sonra onlara, yəni onların özünə sizcə paytaxtımızın bu cür mühafizəçilərə ehtiyacı varmı sualını verir. Artıq gördüyünüz kimi hər kəs nə edəcək? Öz fikrini, öz yanaşmasını ortaya qoyacaq. Deməli, burada şagirdlər dəyərləndirməlidir. Yəni bir insanın əgər öz sualı, öz fikri, öz yanaşması ortaya qoyulursa, bu olur dəyərləndirmə. İkinci dəyərləndirmənin açar məqamı isə müzakirədir. Biz bilirik ki, bir məsələni müzakirəyə çıxaranda hər kəsin öz fikrini bildirmə haqqı olur. Deməli, burada mütləq müzakirə prosesində hər kəs öz yanaşmasını ortaya qoyacağına görə dəyərləndirmək mərhələsi var. Digər bir məsələ biliyin növü və deməli inteqrasiya. Burada inteqrasiya aydın məsələ, artıq iki variantımız var. C və Y variantları. İnteqrasiya məlum məsələ həyatla bağlı olduğuna görə İstanbul mühafizəçiləri. Həyatla bağlı olduğuna görə fənüstü inteqrasiya olacaq. İkisində də fənüstü var. Yaxşı, biliyin növü konseptualdırmı, yoxsa proseduraldırmı? Gəlin bunu müəyyənləşdirək. Bir çox müəllimin etdiyi yanlış nədir? Biliyin növünü gedib fəaliyyətdə axtarması. Biliyin növü fəaliyyətdə axtarılmır. Biliyin növü elə bilik hissəsində axtarılır. Baxın, burada bilik nədir? Deyir, müəllim şagirdlərə nəyi verdi tapşırıq olaraq? İstanbul mühafizəçiləri cizgi filminə baxmağı, obrazların müsbət xüsusiyyətlərini müəyyənləşdirməyi. Baxın, burada hər hansı bir proses, hər hansı bir metod, üsul yoxdur. Düzdür, sadəcə obrazların müsbət xüsusiyyətlərini müəyyənləşdirəcəklər. Deməli, burada biliyin növü olaraq konseptual biliyə rast gəlirik biz. Şagirdlər burada müsbət fikirlər, ümumiyyətlə dəyərləndirmək, idrak taksonomiyasında olan dəyərləndirmək, bir insan öz fikirlərini bildirməsi bir çox hallarda ilə konseptual biliklə əlaqəli olur. Deməli, cavabımız oldu C bəndi. Fənüstü inteqrasiya, konseptual bilik və idrak taksonomiyasında isə dəyərləndirmək mərhələsi. Baxaq gəlin 8 nömrəli suala. Bu sualı bir çox müəllim yanlış yazır cavabını. Yanlış yazmalarının bir səbəbi var. Onlar elə bilir ki, müəllim ev tapşırığı veribsə, uşaq da gedib evdə nəsə dialoq hazırlayacaqsa, burada yaradır. Xeyr, yaratmır. Situasiyanı oxuyuram sizin üçün, siz də oxuyun. Bir müəllim davranış mədəniyyəti mövzusunda şagirdlərə müxtəlif nitq etiketlərinin işlənmə yeri ilə bağlı izah verir. Baxın, mövzu nədir? Davranış mədəniyyəti. Davranış, cəmiyyətdə davranış mədəniyyəti, insanlarla düzgün davranmaq və s. Ev tapşırığı olaraq isə hər bir şagird müxtəlif situasiyalar, baxın, müxtəlif situasiyalar fikirləşərək biliyin növünü buradan yola çıxaraq tapır.
baxacağıq biz. Müxtəlif situasiyalar fikirləşərək nitq etiketlərinin də düzgün istifadə olunduğu səhnəcik hazırlayıb videoya çəkməlidirlər. Səhnəcik hazırlayıb videoya çəkmək fəaliyyətin növüdür. Deyəcəm birazdan nə olduğunu. Şagirdlərdən biri evdə bacısı ilə bir yerdə həkim-xəstə dialoqu hazırlayır. Yenə fəaliyyətin növünü buradan tapırıq. Həkim-xəstə dialoqu hazırlamaq. Müəllim öyrətdi şagirdlərə. Şagirdlər də getdi evdə tətbiq etdi. Sadəcə tətbiq edirlər. Baxın, tətbiq. Burada yaratmaq yoxdur. Bəndini sildik, yanlışdır. Tətbiq var burada. Sadəcə müəllimin öyrətdiyini gedirlər, evdə hazırlayırlar. Burada yaradıcı heç nə yoxdur ki? Təbii ki, yoxdur. Bu halda cavabımız fəaliyyətin növündə tətbiq etməkdir. İnteqrasiyaya baxsaq, fən daxili yazıblar, yanlışdır. Fən daxili nəyəsə rast gəlirik biz burada. Müəllim aşağı siniflə əlaqələndirdi və eyni sinif daxilində başqa mövzu ilə xeyr. Deməli, fənn üstü davranış mədəniyyəti yazdım bayaq. Bu fənn üstüdür. Niyə fənn üstüdür? Çünki həyatla bağlıdır. Biliyin növü olaraq da məlum məsələ artıq konseptual götürəcəyik. Nə üçün konseptual götürürük? Müxtəlif situasiyalar fikirləşirlər. Baxın, bu bilik budur. Şagirdlər bildikləri situasiyaları ümumiləşdirirlər, qruplaşdırırlar. Bu da olur konseptual bilik. Cavab, inteqrasiya, fənn üstü, davranış mədəniyyəti, biliyin növü konseptual, müxtəlif situasiya fikirləşmək, fəaliyyətin növü tətbiq, həkim-xəstə dialoqunu hazırlamaq, öyrəndiyini tətbiq etmək. Yəqin ki, aydındır. Baxaq, növbəti sual tipimizə, 9 nömrəli sual. Burada yenə mən fəaliyyətin növü ilə tapacağım cavabı, siz də bundan istifadə edin. Bir müəllim şagirdlərə payızın sonunda meşədə, parkda, ağacların tökülmüş yarpaqlarının, qurumuş budaqlarının yerdə qalın bir təbəqə əmələ gətirdiyini görmüsünüz, deyir. Bir müddətdən sonra onlardan əsər əlamət qalmır, deyir. Və bunun səbəbini izah etmələrini istəyir. Gəldik fəaliyyətin növünə. Bunun səbəbini izah etmələrini istəyir. Səbəb izah etmək nə olacaq, dəyərli müəllimlər? Təbii ki, anlamaq mərhələsi. Baxın, səbəb izah etmək anlamaqdır. Anlayır ki, səbəbini izah edir. Anlamasa izah edə bilməz. İki variant verilibdir. İki variant. Hər ikisinin də qarşısında biliyin növü konseptual yazılıb, məlum məsələ, yəni anlamaqla konseptual əlaqəlidir. Burada da yəni xüsusi bir üsulu, metod, yol olmadığına görə prosedural deyil, belə konseptualdır. Yaxşı, inteqrasiya fənlər arasıdırmı, fən daxilidir? Fən daxili olması üçün ya şaquli, ya da üfüqi inteqrasiyaya ehtiyacımız var. Amma bu situasiyada nə şaquli inteqrasiya yoxdur, nə də üfüqi. Niyə yoxdur desəz, baxın, heç bir aşağı siniflə başqa bir məzmun xətti ilə əlaqə yoxdur. Heç bir sinif daxilində başqa bir mövzuna əlaqə yoxdur. Yəni, şaquli nə idi? Aşağı-yuxarı sinif əlaqələndirilməsi. Üfüqi nə idi? Deməli, sinif daxilində başqa mövzularla, başqa məzmun xəttlərlə əlaqələndirilməsi. Bunların heç biri olmadığına görə avtomatik biz nə edirik? Fən daxilini silirik. Cavabımız fənlər arası. Fənlər arası niyə olsun? Çünki payızdan danışır. Sonra yerdə qalan bir təbəqədən danışır. Burada məncə biologiyanı, coğrafiyanı, kimyanı, bəlkə də başqa bir fənni də əlaqələndirmək mümkündür. Cavabımız ona görə də C bəndi olacaq. Fənlər arası konseptual və anlamaq mərhələsi. İnanıram ki, bir çox məsələlər sizin üçün aydınlaşır. Bu sual üçlü sual deyil deyə 10 nömrəli sualı keçirəm. 11-ə baxaq, üçlü suallara baxacaq ancaq. Baxaq görək, burada nədən danışırıq? Deməli, deyir şagirdlər şarlardan, şirə çöplərindən və plastik su şüşələrindən istifadə edərək tənəffüs prosesinin modelini hazırlayırlar. Beləliklə, havanın ağciyərlərə daxil olmasını və oradan xaric edilməsini nümayiş etdirirlər. Baxın, nümayiş etdirmək feili bilirik ki, idrak taksonomiyasında tətbiq etmək mərhələsində istifadə olunan bir feildir. Öyrəndiyini nümayiş etdirir, yəni deməli şagird tətbiq edir. İdrak taksonomiyası tətbiqdir. İki variantımız çıxdı ortaya, C və Y variantları.
Biliyin növü olaraq ikisində də prosedural verilib, məlum məsələ. Çünki burada bir işin modelini hazırlayırlar. Usul var, prosesin modeli. Eyni zamanda burada görürsünüz, proses də yenə ardıcıl gedir. Şarlar, şirə çöpləri və s. istifadə edirlər. Yaxşı, gəlin görək, inteqrasiya nə olacaq? Yenə də fəndaxili inteqrasiya ilə bağlı nəsə gözünüzə dəyirmi burada? Şaquli və ya üfüqi. Dəymir ki, o halda zeyni silirik. Bayaq izah elədim deyə daha ora qayıtmıram. Şaquli nədir, üfüqi nədir dedim sizə. Amma fənn üstü varmı? Var. Şagirdlər şarlardan, şirə çöplərindən, plastik su şüşələrindən istifadə edərək tənəffüs prosesinin modelini hazırlayırlar. Tənəffüs prosesi həyatla bağlı təbii ki, insanla bağlıdır. Və həmçinin də həyatdan götürülmüş istifadə olunacaq materiallar nədir? Həyatdan götürülmüş bir şeylərdir ki, həyatdan bunları görürlər. Şarlar, şirə çöpləri və s. Deməli, fənn üstü inteqrasiya, prosedural və tətbiq etmək olacaq sualımızın cavabı. Baxırıq digər sualımıza. Aha. Bir şagirdlər müxtəlif hündürlükdəki ərazilərdə temperatur dəyişməsini və orada yaşayan insanların həyat fəaliyyətini araşdırırlar. Araşdırmaq iki mərhələdə daha çox bizim qarşımıza çıxır idrak taksonomiyasında. Anlamaq və təhlil etmək mərhələsində. Anlamaq və təhlil etmək mərhələsində. Baxın, gəlin burada biz inteqrasiyaya baxaq. Fəndaxili yazıb təhlilin qarşısından. Fəndaxili heç nə yoxdur burada. Aşağı-yuxarı sinif əlaqələndirilməsi falan yenə yoxdur. Ona görə D variantını sildik. Avtomatik təhlil də getdi. Anlamaq, anlamaq. İki variantımız qaldı. B və C. İndi burada biz inteqrasiyanın ikisinin də növü eynidir. Baxın, fənlər arası. Yəni B-də də, C-də də fənlər arası inteqrasiya verilir. İndi biz bir dənə fərqli yanımız qaldı. Proseduralmı, konseptualmı deyə. Mən sizə sual verirəm, müəllimlər. Burada sizcə proseduraldırmı, yoxsa konseptualdırmı? 12-ci sualın cavabını rəy bölməsində sizdən gözləyəcəm. Sadə bir şeyi müəyyənləşdirəcəksiniz. İnteqrasiya, daha doğrusu üzr istəyirəm. Biliyin növü proseduraldırmı, konseptualdırmı? Bunun cavabının B və yaxud da C olmasını rəy bölməsində sizdən alacam və doğru cavabı da elə rəy bölməsində də sizin üçün qeyd edəcəm. İnteqrasiyanı dedik, fənlər arasıdır. Deməli, fəaliyyətin növündə dedik, anlamaqdır. Biliyin növü konseptual yoxsa proseduraldır. Buyurun, şərhlərdə cavablarınızı yazın, baxıb cavablandıracağım, doğru cavabı deyəcəm sizə. 13 nömrəli suala baxaq. Bu da yenə üçlü bir testdir. Burada deyilir ki, məktəbdə gigiyena ilə bağlı maarifləndirmə kampaniyası təşkil edilir. Şagirdlərdən biri gigiyena qəhrəmanı adlı obraz düşünür və şagirdlərin maarifləndirilməsi üçün posterlər hazırlayır. Baxın müəllimlər, şagirdlərdən biri gigiyena qəhrəmanı adlı obraz düşünür. Bu obrazı düşünmək, yaratmaq ola bilərmi? Təbii ki, ola bilər. Yəni, mən əgər özüm yeni bir obraz yaradıramsa, düşünürəmsə, deməli bu olur, yaratmaq mərhələsi. Məlum məsələ, idrak taksonomiyası yaratmaq olacaq. Biliyin növü olaraq ikisində də konseptual verilib onsuz da. Çünki burada maarifləndirmə ilə bağlı kampaniya təşkil edir və obraz düşünürlər. Beyin məhsulu var ki, burada hansı ki, əlaqələndirəcək, ümumiləşdirəcək, yeni bir obraz yaradacaq. Ona görə konseptualdır. İnteqrasiyanın növü çox sadədir burada. Yəni, fənlər arasıdırmı, fənn üstüdürmü desək, təbii ki, gigiyena qəhrəmanı həyatdan danışır. Maarifləndirmədən danışır. Maarifləndirmə kampaniyası həyatla bağlıdır. Həyatda proses davam edəcək. Ona görə də inteqrasiyanın növü də fənn üstü olmuş oldu. Cavab Y bəndi. Ən vacib hissələrdən birinə gəldik, çatdıq. Müəllimlərin 90%-nin yanlış cavablandırdığı sual tipləri. Təhlil etməkdirmi, dəyərləndirməkdirmi? Bunu müəllimlərimiz təəssüf olsun ki, qarışdırır. Baxın, bu izahdan sonra inanıram ki, qarışdırmayacaqsınız.
Diqqətlə qulaq asın, deyir şagird müəyyən bir ərazidə torpağın və orada yaşayan canlıların müxtəlifliyinə, baxın, torpağın və orada yaşayan canlıların müxtəlifliyinə təbii amillərin təsirini əsaslandırır. Əsaslandırmaq feili, bəli, təhlil etmək və dəyərləndirmək mərhələlərində istifadə edilir. Lakin, birinci izah edeyim sizə, lakin əgər mən fakta, sübuta dayanaraq bir iş əsaslandırıramsa, bu olur təhlil etmək mərhələsi. Başqasının mövqeyini əsaslandırıramsa, elmi məsələləri əsaslandırıramsa, kiminsə təhlil etdiyi bir şeyi əsaslandırıramsa, olur təhlil etmə mərhələsi. Yox, əgər mən özüm öz yanaşmamı ortaya qoyuramsa, öz fikirlərimlə bir məsələni əsaslandırıramsa, bu olur dəyərləndirmə mərhələsi. İndi dəyərli müəllimlər, burada mən öz fikrimi mi əsaslandırdım, yoxsa olan bir şeyi mi, birinin digərinə təsirini mi əsaslandırdım? Təbii ki, baxın, altından fərqli şəkildə rənglərlə xətt çəkdim ki, aydın olsun sizə. Torpağın və orada yaşayan canlıların müxtəlifliyinə təbii amillərin təsirini əsaslandırır. Yəni, birinin digərinə təsirini əsaslandırır. Bu, konkret olan bir şeydir. Burada xüsusi olaraq öz yanaşmam yoxdur. Ona görə də dəyərləndirmək mərhələsinin üstündən bir xətt çəkirik. Dəyərləndirmək olmayacaq burada. Olacaq təhlil etmək. Niyə təhlil etmək? Çünki dediyim kimi, mən torpağın və orada yaşayan canlıların müxtəlifliyinə təbii amillərin təsirini əsaslandırıram. Birinin digərinə təsirini sadəcə müəyyənləşdirəcəm, ayrı-ayrılıqda təhlil edib, ayırt edib əsaslandıracam. Bu olacaq təhlil etmək mərhələsi. Dəyərləndirmək yox. Biliyin növü konseptual. Niyə? Çünki burada mən yenə də müxtəlif situasiyaları, müxtəlif fikirləri ümumiləşdirib qruplaşdırmalıyam. Bu da konseptual biliyi adlanır. Fənlər arası isə məlum məsələ olacaq artıq fənlər arası. Çünki burada torpaqdan, canlılardan danışır. Buna görə də biologiyanı coğrafiya ilə, başqa fənlərlə də bəlkə də əlaqələndirmək olar. Doğru cavabımız olacaq D bəndi. Belə. Bundan sonra adi, sadə suallar gəlir. Onları da yəqin ki, bir neçəsinə baxaq istəyirsiniz. Baxın, görün videomuz nə qədər oldu. Aha, gözəl. Elə 15 nömrəli suala baxaq. Sadə bir sualdır. Deyir, sual cavabda aktiv iştirak edən şagirddə affektiv sahənin hansı mərhələsini inkişaf edib? Sual-cavab prosesində iştirak edirsə, cavab verir deməli. Yəni, məlum məsələ suala cavab verir. Doğru cavab burada cavab vermə olacaq. Baxın, görün, bu üçlü testlərlə başqa məncə olmalı idi burada. Yenə üçlü testlər. Sadəcə biraz var. Baxın, burada var. Sadəcə yaxşı oxunmur bunlar. Biraz inanıram ki, oxuya biləcəksiniz oradan. İnşallah oxuyarsınız. Baxaq görək, 17 nömrəli sualda nə deyir? Deyir, müəllim sinifdə müzakirə təşkil edir. Müzakirədən gedir söhbət. Bayaq dedim sizə. Müzakirə varsa, hamının öz fikri olacaq burada. Deməli, dəyərləndirmək mərhələsi ortaya çıxdı artıq. Şagirdlərə sizcə hansı hallarda biz yox deməyi bacarmalıyıq və bu nəzakətsizlik hesab edilirmi sualını ünvanlayır. Deyir, fikirlərini əsaslandırmağı tapşırır. Kimin fikirlərini? Öz fikirlərini hər kəs öz fikrini əsaslandıracaq. Deməli, öz fikrini əsaslandırmaq dəyərləndirməkdir. Bilgin növü olaraq burada xüsusi bir metod, üsul yoxdur. Görürsünüz, heç nə yoxdur. Müzakirədə fikir əsaslandırmaq var. Ona görə konseptual olacaq, prosedural yox. Silirik E bəndin. Cavabımız fənüstü inteqrasiya. İnteqrasiya növü də fənüstüdür. Çünki həyatla bağlı bir situasiyadır. Həyatda siz yox deməyi bacarırsınızmı və bu nəzakətli hesab edilirmi? Deməli, cavab C bəndi olacaq. Fənüstü inteqrasiya həyatla bağlı bir situasiya oldu. Konseptual bir müzakirədə fikirlər bildirilir və dəyərləndirmək öz fikirlərini əsaslandırırlar. Görürsünüz, bu qədər sadə dərsində işləmək, sadəcə gərək siz onun yolunu biləsiniz və ya ən azından düzgün yol göstərəniniz olsun. Bəli. Baxaq görək 22 nömrəli sualda nədən danışır? Burada da deyir ki, 50 il sonra planetimizin şirin su ehtiyatı ilə bağlı qarşılaşa biləcəyi problemləri araşdırır şagirdlər. Və gəldikləri nəticələrə əsasən, baxın, gəldikləri nəticələrə əsasən
necə davranmalı olduqlarını müəyyənləşdirirlər. Yenə də baxın, necə davranmalı olduqlarını nəyə əsasən müəyyənləşdirirlər? Gəldikləri nəticələrə, birinin digərinə təsirindən gedirsə söhbət, burada avtomatik təhlil etmək mərhələsi bizim gözümüzün önündə canlanır. Təhlil etmək. Bəli, birinin digərinə təsiri. 50 il sonra planetimizin şirin su ehtiyatı, bununla bağlı problemləri üzə çıxarmaq, təbii ki, həyatla bağlı bir situasiya olduğuna görə fənnüstü inteqrasiyadır, həyatımızla bağlıdır və eyni zamanda bilgin növünü də konseptual götürürük, çünki burada düşünürlər və bir nəticəyə gəlirlər. Nəticələrini də təbii ki, orada izah edəcəklər, qruplaşdıracaqlar və s. Deməli, cavabımız oldu burada da B bəndi. Belə dəyərli müəllimlər, inanıram ki, bu izahımız da, videomuz da sizlər üçün yararlı oldu. Əgər həqiqətən izahlarımız, dərslərimiz sizlər üçün yararlıdırsa, buyurun, rəy bölməsində fikirlərinizi bildirin. Növbəti testlərin izahını gözlədiyinizi deyin, biz də sizlər üçün izahları təqdim edək. Kanalıma abunə olun müəllimlər. Davamlı olaraq sizlər üçün bu tip izahlar göndərəcəm. Canlı yayımlarımız da olacaq, davam edəcək yenə canlı yayımlarımız. İyun ayından bəlkə elə hər gün canlı yayımlarımız oldu. Siz sadəcə bizə dəstək olun, videolarımızı bəyənin, paylaşın. Uğurlar olsun hər birinizə, sağ olun, salamat qalın. Əlaqə nömrəsini qeyd edirəm. Əgər hər hansı bir məsələ ilə bağlı və ya dərslərlə bağlı müraciət etmək istəsəz, bu nömrəyə yaza bilərsiniz. 050 697 78 33 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Mən sizə dərslərimiz haqqında ətraflı məlumat verərəm. Hər birinizə uğurlar olsun.